عهد الله من بعد ميثاقه ويقطعون ما أمر الله به أن يوصل ويفسدون في الأرض أولئك هم الخاسرون. وقال رسول الله صلى الله عليه وسلم يا أيها الناس صلوا الأرحام وصلوا بالليل والناس نيام تدخلوا الجنة بسلام. Möhtərəm qardaşlar, xutbəmə başlamadan öncə yenə xahiş edirik ki, söhbətləri yığışdıraq. Allahın bizə bəxş etdiyi nimətlərdən birisi də ailə nimətidir. Qohum, əqraba nimətidir. Ona görə də müqəddəs kitabımız Quran-ı Kərimdə və Peyğəmbərimizin hədis şəriflərində sıla-i rahim deyərəkdən qohum, əqraba ziyarətinə getməyi bizdən tələb olunur. Günümüzdə ən çox unudulan sünnələrdən biridir. Yəni, insanların texnikanın inkişafı ilə insanlar buradan uzaq yerlərdəki insanlarla, görüntü ilə, səslə danışmasına rəğmən, möhtərəm qardaşlar, görürük ki, insanlar arasında qohum, əqraba bağları zəifləmişdir. Möhtərəm qardaşlar, qohum, əqraba ziyarətini Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Ya eyyuhənnas, at'imut ta'am, ey insanlar, yemək yedirin. Və sıylul arham, və qohum əqrabanı ziyarət edin. Və nəs niyam, insanlar yuxuda ikən, sallu və nəs niyam, gecə namazını qılın, tədxulul cənnətə bisələm. Və möhtərəm qardaşlar, Peyğəmbərimizin həyatına baxdığımız zaman biz görürük ki, qohum əqraba ziyarəti onun həyatında xüsusi bir yer tutmuşdur. Və Peyğəmbərimiz öz yaxın qohum əqrabasını ziyarət etmiş, onlarla yaxından maraqlanmışdır. Hətta Peyğəmbərimiz xanımının qohum əqrabalarını belə ziyarət etmiş, onlara yaxşılıqlar etmişdir. Yəni, məsələn, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə ikram gəldiyi zaman bunu Xədicə anamız dünyasını dəyişsə belə, bunun Xədicənin yaxınlarına aparın demişdir. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əmsi Abbas radiyallahu anha deyir ki, ey Abbas, gördüyün kimi Əbu Talib sənin qardaşın mənim də əmimdir. Övladları çoxdur. Çəkimi dardır, gedək ona kömək edək. Əbu Talibin də o vaxtlarda 10 dənə övladı var idi. Həzrət Əlini Allah Resulü sallallahu aleyhi və səlləm götürür, Abbas isə Cafəri götürür. Aqil bir mənə qalsın, digərlərini istədiyinizi götürə bilərsiniz, deyir Əbu Talib. Möhtərəm qardaşlar, qohum əqraba ziyarəti bu qədər önəmlidir. Qohum əqraba ziyarətini Allah-u Teala buyurur ki, Ar-Rahimu şicnətun, yəni qohum əqraba ziyarəti Rəbbimizdən bir bağdır. Fəmən vasaləhu vasaltuhu, kim qohum əqraba ziyarətini qoruyarsa, mən də onu ziyarət edərəm. Və mən qata'ahu qata'tuhu, onu kim kəsərsə, mən də kəsərəm. Və möhtərəm qardaşlar, Peyğəmbərimiz müxtəlif hədislərində buyurur ki, ömrünün uzanmasını, ruzisinin çoxalmasını istəyən fəlyasil rahiməhu, qohum əqrabasını ziyarət etsin. Zamanımızda ən çox itirilən dəyərlərdən biridir. Ömrün uzanması üçün Peyğəmbərimiz iki şeyi önəmli görür. Yəni, qədəri dəyişdirə biləcək əsas iki şey vardır. Birincisi, qohum əqrabanı ziyarət etmək, digəri də ki, insanlara sədəqə vermək. Yəni, sədəqə ömrü bu qədər, qohum əqraba ziyarəti ömrü bu qədər uzadan xüsuslardır.
Möhtərəm qardaşlar, qohum əqrəbalarımız kimlərdir? Birinci növbədə ata-anamızdır, bacı qardaşlarımızdır, sonra xalamızdır, bibimizdir, əmimizdir, dayımızdır. Peyğəmbərimiz müxtəlif hədislərində əmi atanın yarısıdır, xala ananın yarısıdır deyərekten onları ziyarət etməyə təşviq etmişdir. Hətta bir adam gəlir Peyğəmbərimizə buyurur ki, İnni asabtu zənbən azimən, həlli tövbə, mən böyük bir günah işlədim, ya Rasulallah, bunun bir tövbəsi var mı? Dedi, Əhayyum ümmük, anan sağdır mı buyurur Allah Resulü sallallahu aleyhi ve sellem. Qalə lə, Əhayyun xalətükə, xalan sağdır mı? Deyir, na'am, fəbirriha, o zaman ona yaxşılıq et buyurur. Bilinməlidir ki, qohum əqrabanla əlaqəsini kəsən insanların duası qəbul olunmur. Ruzuləri azalır. Ona görə də Peyğəmbərimiz buyurur ki, Təalləmu ansabikum taslibuhu arhamakum. Nəsəbinizi öyrənin və qohum əqrabanızı bunun vasitəsilə ziyarət etmiş olarsınız. İndi çox maraqlı hadisələr meydana gəlir. Büvoğlu, dayıoğlu, əmi uşaqları görüşdükləri zaman bir-birlərini tanımırlar. Bunlar hamısı bir-birlərinə gedib gəlməməkdən qaynaqlanır. Bir-birlərini ziyarət etməməkdən qaynaqlanır. Bir-birlərini tanımamaqdan qaynaqlanır. Bir-birlərinə qarşı fəxr etməkdən çox təəssüf olunan hadisələrdir ki, yəni qohum əqraba artıq bir-birlərini ziyarət etməməklə yanaşı, yəni bir-birlərinə artıq kin duyğuları bəsləyirlər, düşmən duyğuları bəsləyirlər. Ona görə də möhtərəm qardaşlar, yəni insan bir yerə gedib gəldiyi zaman, qohum əqrabanı ziyarət etdiyi zaman, onların ürəyində olan özlərinə qarşı kinləri, nifrətləri də ortadan qaldırmış olurlar və bir-birlərini sevmiş olurlar və sağlam toplum, sağlam cəmiyyət meydana gəlir. Möhtərəm, qohum əqrabanın bir-birinə getməməsindən qaynaqlanır. Ona görə də nə deyirlər? Sevinç çoxaldıqca, paylaşıldıqca çoxalır, dərd paylaşıldıqca azalır. Yəni insanlar bir-birlərinin dərdlərinə şərik olsalar, qohum əqraba bir-birlərini ziyarət etsələr, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, miskinə sədəqə bir savabdırsa, yaxın qohum əqrəbələrinə veriləcəyin sədəqə, zəkat 2 qat savab əldə olunur. Ürək xəstəliklərinə düşməsi. Hər insan öz dərdi ilə maraqlanır. Amma bilmək lazımdır ki, insanların dərdləri ilə maraqlandığın zaman, qohum əqrabanın dərdləri ilə maraqlandığın zaman, Allah-u Teala da sənin dərdlərini ortadan qaldırır. Ona görə də möhtərəm qardaşlar, bilmək lazımdır ki, dinimizi ehya etmək lazımdır. Peyğəmbərin sünnəsini ehya etmək lazımdır. Quranın ayələrini ehya etmək lazımdır. Qohum əqraba ziyarətinə getmək lazımdır. Az da olsa, az müddətdə də olsa, bunları davam etmək lazımdır ki,